Hər birinizi salamlayıram, mən Jalə. İstərdim öz təcrübələrim əsasında mən də bir neçə məsələ haqqında fikrimi bölüşüm. Başlamamışdan qabaq onu qeyd edim ki, Aytacın hansı məsələlər haqqında danışacağını bilmirəm. Ona görə üst-üstə düşsə mövzular, indidən üzr istəyirəm. Elə düşünürəm ki, ən önəmli məsələlərdən biri öz potensialımızın fərqində olmağımızdır. Bu, demotivasiyanın qarşısında da duran ən önəmli məqamlardan biridir. Misal üçün, mən bilirəmsə ki, mənim bu qədər bal yığmağa potensialım var, mən buna qadirəm. Bu, beynimizdə hər zaman sabit şəkildə bir yerdə qalacaq. Və müxtəlif dövrlərdə baş verən nisbətən geriləmələr, məsələn, sınaqlarda nisbətən daha aşağı yazmaq və yaxud sual-cavablarda cavablarımızın o qədər də qənaətbəxş olmaması bizi demotivasiya etməyəcək. Düzdür, çalışacağıq ki, bu məsələlərin üzərində işləyək, bunları düzəldək, amma bizi heç bir zaman həvəsdən salmayacaq. Məncə, bu önəmli məqamlardan biridir. Və əgər bunu bilsək, yəni öz potensialımızın fərqində olsaq, məsəl üçün, mən bilirəmsə ki, 700-ə yaxın bal yığa bilərəm və digər məsələlər də qaydasındadırsa, mən bu balı yığmamam üçün heç bir səbəb yoxdur. Və digər məsələlər nə ola bilər? Məsələn, stres, yəni ən böyük faktorlardan biridir. Təcrübəm əsasında bir misal çəkəcəm sizə əlbəttə ki, ona keçməmişdən qabaq kiçik bir məsələyə toxunmaq istəyirəm. Düşünürəm ki, çoxunuz bunu edirsiniz. Mənim üçün də həqiqətən də çox kömək olmuşdu bu metodun. Mütləq şəkildə çətinlik çəkdiyiniz, yaza bilmədiyiniz, sizin vaxtınızı alan misalları, məsələləri, çalışmaları mütləq işarə eləyin və səliqəli şəkildə işarə eləyin. Mən onsuz da sevirdim, yəni hamısını səliqəli şəkildə yazmağı və bu cür çalışmalarda mütləq qırmızı qələmlə işarə eləyirdim. Əgər onların həll yolları da varsa, onları da səliqəli şəkildə yazırdım. Və mən hər sınaqdan qabaq, eyni ilə imtahandan qabaq da bütün bu qeyd etdiyim çalışmaların hamısına bir dəfə baxırdım. Heç də vaxt almırdı. Həm öz çətinlik çəkdiyim məqamları bilirdim, həm də bu cür misal məsələyə qarşılaşanda çox rahatlıqla yazırdım. Məncə siz də bu üsuldan istifadə edirdiniz, amma etmirdinizsə də qalan vaxtda mütləq tövsiyə edərdim edəsiniz. Həm vaxta qənaət etdirir, həm də daha uğurlu nəticələrə gətirib çıxardır. İndi keçək stres məsələsinə. Əlbəttə ki, stres hamımızda olur, çünki bu sanki bu imtahan bizim həyatımızın yeni bir dövrünə bir keçiddir. Məndə də əlbəttə ki, olurdu, yəni xüsusən də imtahana az qalmış, çox əlaqəsiz yerlərdə, oturduğum yerdə birdən-birə gözümün qarşısında o imtahan anı canlanırdı. İstədiyim balı yığa bilməsəm necə olacam? Həyəcanlanırdım, həqiqətən o ürəyim tez-tez atmağa başlayırdı. Amma mən bu anlardan məşq kimi istifadə eləyirdim. Çünki özümə deyirdim ki, Jalə, bilirəm, bu normaldır, həyəcanlı olmağın, stresli olmağın çox normaldır. Amma unutma, sən əgər bu məsələni aradan qaldırmasan, imtahan vaxtı da bu cür stresli olsan, bu səni məqsədlərindən uzaqlaşdıracaq. Yəqin ki, bunun fərqindəsən. Hər dəfə bu cür fikirlər gəldikcə, bu da az-az olmurdu, yəni tez-tez olurdu. Özümlə məşq edirdim. Dedim, Jalə, bilirəm, normaldır, amma unutma, imtahan vaxtı bunlara icazə yoxdur. Hər dəfə belə deyirdim öz-özümə. Və elə imtahanı da bir neçə gün qalmış, düzünü desək, mənə ağlıma bir fikirlər gəlirdi ki, fizikadan yox, amma kimya və biologiyadan dərsləri təzdən oxumalıyam, mütləq təkrar eləməliyəm, təkrar eləməsəm, çünki yadımda sanki heç nə qalmamış kimi hiss edirdim. Amma səbəbini xatırlamıram, bu təkrarı eləmədim. Ancaq kimyadan qeyri-üzvü kimyaya baxmışdım, amma biologiyadan təkrar eləməmişdim, üzvü kimyaya da baxmamışdım. Fizikanda onsuz da düşünürdüm ki, eləməyə ehtiyac yoxdur qaydaları təkrar. Ancaq dediyim kimi işarələdiyim misallara baxmışdım və imtahana getdim. Və hətta imtahana girməmişdən qabaq o biologiya kitabında cədvəl var, hansı dövrdə, hansı canlılar yaranıb. Onlara dedim ki, onsa bir göz gəzdirim. Çox təkrar eləmişik. Bunu da gedib yaza bilməsəm çox pis olar. Hətta onun da yarı səhifəsinə baxdım. Yəni cədvəlin yarısına baxdım, yarısına baxmadım. Çıxdım, getdim imtahana. Artıq imtahan yerində idi onsuz da.
Və bu vaxt hələ vərəqlərimiz gəlməmişdən qabaq əlbəttə ki, mənə fikirlər gəlməyə başladı. Railə, təkrar eləməyibsən. Getsən oradan suallar düşsə, yaza bilməsən, təkrar etmədiyinə görə çox böyük problem, çox böyük peşman olasan. Bu cür fikirlər əlbəttə ki, mənə gəlirdi. Əlbəttə ki, məşq elədiyim üçün deyirdim ki, Railə, bax, belə düşünmə. Sən bu qədər müddət bəs nəyə oxuyubsan? Yəni, əgər bu qədər 2 ilini sərf edibsən, amma bir dənə bu təkrara görə yaza bilməsən, deməli sən vaxtını da boş-boşuna keçiribmirsən. Belə-belə özümü sakitləşdirməyə çalışırdım. Bütün imtahanlardan qabaq əlbəttə ki, bu əl əsmə olurdu məndə də. Əllərim əsirdi vərəq gələnə qədər. Vərəq gəldi qabağıma, mənim bu əsməm dayandı. Çünki mən özümü tamamilə fokuslamışdım ki, Railə, sən imtahana başlayan kimi bütün stres, bütün həyəcan, bütün narahatlığı bir kənara qoymalısan, yoxsa bu sənə qəti şəkildə məqsədlərinə çatmağa mane olacaq. Çünki mən məqsəd qoymuşdum ki, buradan 400 yığıb getmək istəyirəm. Ona görə hər səhv sual məni öz məqsədimdən uzaqlaşdırırdı. Və açdım, mən düşünürdüm ki, elə olan sırayla da davam edəcəm. Açdım biologiyanı, bir sual oxudum, 2 sual oxudum. Yəni, sən bir sualı yazıramsa, 3 sualı yaza bilmirdim. Necə idi? Məsələn, oxuyuram sualı, yəni bildiyim məsələlər idi, amma dəqiq məlumatı xatırlamıram. Yəni, sanki həmişə olur o kitabda hansı yerdədir, nəyin yanındadır, onları bilirdim, amma məlumatın üstünü sanki bir şeylə örtmüşlər. Yəni, belə blurlanmışdı məlumat. Və dediyim kimi, birini yaza bilirəm, 3-ünü yaza bilmirəm və hər sualda 3 variant arasında qalıram. Əlbəttə ki, burada elə bir şərait yaranmışdı ki, mənim stres olmağım üçün, həyəcanlanmağım üçün və özümü itirməyim üçün çox əla bir belə deyim, vəziyyət yarana bilərdi, amma özümə icazə vermədim, çünki bilirdim ki, ən böyük düşmənim stres olacaq mənim bu imtahanda. Ona görə hər sualı yaza bilməndə deyirəm ki, Railə, narahat olma. Qaydarsan, onda yazasan. Narahat olma, heç bir problem yoxdur. Əsla yəni ağlıma pis şeylər gətirmirdim və yəni baxıram suala, yaza bilmirəm, keçirəm, 3 dənəsini keçirəm, birini yazıram, amma yazdıqlarıma da əmin deyiləm. Yəni, sanki bütün məlumatlar məndə biraz örtülmüşdü üstü, belə deyək. Və biologiyanın axırına gəldim, çatdım, situasiyalarda problem yox idi, yazdım və tam dəqiq xatırlamıram sayını, amma ən azı 7 dənə sual məndə boş saxlamışdım. Yəni demişdim ki, qayıdıb baxacam. Yəni 7 dənə sualda çox böyük bir rəqəmdir əslində. Çünki məqsədini 700 qoyubsansa, 7 sual dəhşət bir şeydir. Amma dediyim kimi əsla özümə icazə vermədim stres olmağa, özümü itirməyə. Yəni fərqində olaraq gəlmişdim bu situasiyanın. Əlbəttə ki, bu situasiyanı dediyim, heç düşünməzdim ki, 7 dənə sualı boş qoyub gələcəm, amma yenə də icazə vermədim özümə həyəcanlanmağa. Keçdim kimyaya, kimyanı rahat yazdım, problemi yox idi orada. Hətta bir dənə sual vardı, elə qeyri-üzvü kimyadan, tam da elə təkrarladığım yerlərdən xatırladım, yazdım. Fizikanı da çox rahat yazdım, heç bir problem olmadı və qəribəsi budur ki, normalda situasiyanın üstündə çox düşünməyə, yəni sanki orada dolğun bir şeylər yazmalıyammış kimi fikirləşirdim. Amma nədənsə fizikada elə sadə şəkildə yazdım, tezdə keçdim. Hər halda biologiyaya məşğul olmaq istəyirdim ona görə. Gəldim, çatdım biologiyaya yenidən. Bu dəfə artıq sualları bir-bir oxudum. Olurdu ki, bəzən yenə də xatırlaya bilmirdim. Yenə də keçirdim. Deyirdim, Railə, heç nə olmaz. Yazasan sonunda, narahat olma. Belə-belə yazdım və hətta o biologiyada o gəlməmişdən qabaq cədvəldən də suallar idi və əlbəttə ki, oxuduğum hissədə yox, oxumadığım hissədə idi. Onu da son dərslərdə, dərsdən deyiləndə kimsə demişdi, oradan yadıma düşdü. Yəni, belə-belə yazdım sualları, məlumatlar artıq rahat baxdığım üçün sualları bir-bir gəlirdi elə ağlıma.
və nəticə etibarilə yazdım. Düşündüyümdən də tez bitirmişdim. Ona görə başladım rahat-rahat yoxlamağa. O qədər rahat yoxladım ki, birdən-birə saata baxdım və gördüm ki, vaxtım azdır. Qorxdum ki, bu dəfə də kodlaşdırmanı çatdırmaram. Tez-tez kodlaşdırıram. Kodlaşdırmanı bitirdim. Gördüm zaten hələ vaxtımın çox var imiş. Ona görə də elə yəni mən biraz imtahanda oturmalı oldum. Hətta imtahan sual kitabçam da buradadır. Göstərim. Üstü biraz belə səliqəsizdir. Çünki dediyim kimi tez bitirmişdim. Kodlaşdırmanı da eləmişəm. Heç nəyi də dəyişə bilməyəcəkdim. Ona görə oturub belə şeylər eləmişəm. Bu da imtahan vərəqimiz bizim 2021-ci ildə olan 4-cü qrup sual kitabçası. Bu belə. Dediyim kimi, əgər o an stresə qapılsaydım, özümü itirsəydim, biologiyadan da 30 yaza bilməyəcəkdim. Yəni ondan da 30 yazmışdım. Heç bir səhvimdə yox idi. Həqiqətən bunun ən əsas səbəblərindən biri məncə orada özümü itirməməyim oldu və narahat olmamağım oldu. Bundan əlavə də mütləq hamının öz zəif olduğu məqamları var. Bunları laqeyd yanaşmayın. Mütləq onlara diqqət edin. Məsələn, mənim ümumiyyətlə imtahana hazırlaşmağa başladığım dönəmdə daha çox idi bu. Həddindən artıq diqqətsizlik səhvləri eləyirdim. Yəni həddindən artıq və bilirdim ki, bu mənə çox böyük problem yarada bilər. Ona görə də buna da fokuslanmışdım ki, aradan qaldırım və imtahana az qalmış artıq bunu aradan qaldırırdım demək olar ki və buraxılış imtahanına gedəndə də düşünürdüm ki, mən bu məsələni artıq həll etmişəm, amma elə deyildi. Buraxılış imtahanına getdim, hesablama səhvi elədim. Bu da mənim üçün bir dərs oldu ki, blokda Raylı, hələ sən o səviyyədə deyilsən, yenə də bu cür səhvlər eləyə bilərsən, mütləq diqqətli ol. Yəni şükür ki, blokda bu cür diqqətsizlik səhvi eləmədi. Bir məsələdə zəif olduğum məqam bilirdim ki, Azərbaycan dilində məsələn bu bölmədə zəifəm. Düşünürdüm ki, mütləq test toplusundan bu bölməni bir dəfə işləməliyəm, amma yenə səbəbini bilmirəm, işləməmişdim və gedib həmin sualı səhv yazmışdım. Ona görə belə deyim, zəif olduğunuz məqamlara da xüsusi diqqət edin. Elə onların üstündə işləyin. Elə əvvəlcədən dediyim o bilmədiyiniz sualları işarələməkdir. Bir növ buna bir təkandır. Yəni bunun bir alt qoludur, belə deyək. Bu da digər bir məsələ idi. Düzünü desəm, məndən sorursanız, deməzdim ki, mən çox çalışdım, çox əziyyət çəkdim. Amma istədiyimə yaxın bal yığmağımın ən əsas səbəblərindən biri biologiyada dərsdə çox təkrar eləyirdik, çox sual cavablar eləyirdik. Bu kömək oldu. Kimyadan çoxlu çətin məsələlər eləyirdik. Fizikadan da eynilə çoxlu çalışmalar işləyirdik və hər növ çalışmalar işləyirdik və artıq bütün əlavə sınaqlar olanda da hamısına gedirdim və sanki elə bir məndə fikir yaranmışdı ki, fizikadan mənə hansı məsələni versəz, hansı çalışmanı versəz, mən onu yaza biləcəm. Mənə kömək edən məsələlərdən biri də o oldu ki, çalışdım imtahana hazırlaşdığım müddətdə ibadətlərimə olan diqqətim əsla azalmasın, dualarımı etdim və bu da öz növbəsində mənə həqiqətən çox güvən verdi. Və belə düzünü desək, danışılası əslində çox məqam var, amma ümid edirəm ki, sizin vaxtınızı çox almamış olaram və arzum budur ki, hər biriniz istədiyiniz universitetə, istədiyiniz ixtisasa, istədiyiniz balla qəbul olasınız. Hər birinizə uğurlar arzu edirəm.